ne varmışam mən. Yazılar da gedib. Təbrik edirəm özümü. Bir də heç nəyə dəyingedim. 23'e baxırsınız. Bəli. Hə. 3 sayıcıl tək natural ədəd deyəndə biri 2n'dir, biri 2n plus 1'dir, biri daha doğrusu üzr istəyirəm. Biri 2n plus 1'dir, biri 2n plus 3'dür, biri də 2n plus nədir? 5. Deyir Beş. bu cəmi 5'də 3 hissəsi bərabər nəyə? 70,2'yə. İndi buranı toplayanda 6n üstəgəl 9. 5'də 3'ə vurmuşamsa bu hissəni tapanda bunu 5'də 3'ə böləcəm. 5'də 3'ə də bölmək 3'də 5'ə vurmaq deməkdir. Düzdür? Bəli. Buranı vuranda eləyir 351. 351'i 3'ə bölürəm. 117. 6n üstəgəl 9 bərabərdir 117'yə. 6n bərabərdir 108'ə. Oradan da n-nə tapıram 18. Məndən böyük ədəd istəyir. O da 2n üstəgəl 5'dir. 2 vur 18 üstəgəl 5. 36 ilə də 5'i toplayıram. Cavab eləyəcək 41. 41. Bəli. Aydındır? Bəli. Sonra 24. Çox narazıyam. İki qrupun ikisində də bu Allahın bu sualını düz yazan olmayıb. Halbuki topluda izah eləmişdim sizə. İndi kömək edin burada bir yerdə yazaq. A 3 üstü 6 vurulsun 7 üstü 3'tür. B B. 3 üstü 4 vurulsun 7 üstü 7. C de Hı hı. 3 üstü 5 vurulsun 7 üstü 6'dır. 7 üstü 6. Çoktan böyük olanlar götürəcəyik. 3 üstü 6 vurulsun 3 üstü 7. Əbovda 3 İndi üstü burada 4 sən vurulsun. qulaq as mənə. Burada bülbül kimi ötürsən. Bəs niyə səhv yazmısan Nəyi? bunu? Səhv yazmışam, bilmirəm ki. Görürsən burada ötməklə deyil, orada düz yazın mənə. Əçob AB yazıbsa, Əçob bu ikisinin böyükləri olmalıdır. 3 üstü 6, 7 üstü 7. Əbobda B ilə C-dir. B ilə C-nin balacaları olmalıdır. 3 üstü 4, 7 üstü 6. Olacaq 3'ün kvadratı vur 7. Heç kəs cavabı 63 almayıb. Heç kəs. Yarıya qədər gələnlər var, amma tam alan heç kim yox idi. Mən başa düşmədim. Bax, burada A 3'ün qüvvəti harda dayanıb? 6'da. Yazdım 3 üstü 6. Bəli. 7'nin qüvvəti dayanıb 3'də. 7 üstü 3. B'də 3 burada dayanıb. 7 də burada. 3 üstü 4, 7 üstü 7. Burada 5'də dayanıb. Burada da 6'da. 3 üstü 5, 7 üstü 6. Bəli. Əçobda deyirik böyüklər. Bu ikisinin böyükləri. Əbobda da bu ikisinin balacaları. Bu ikisinin balacaları. Bəli. Bunlar gedəndə 3'ün kvadratı, bunlar da gedəndə 7 üstü 1. Yəni 7. 9'da 7'yə vuranda 63. Başa düşdüm. 25. 25 evdə yaza bilən var. Heç kim yazamıyor. Xeyr. Deyir, eyni evdə qalan tələbələr 240 manat kirayə pulunu öz aralarında bərabər olaraq bölürlər. Evdə qalan tələbələrin sayı bir nəfər artarsa, hər bir tələbənin ödəyəcəyi kirayə pulu 20% azalar. Tələbələrin sayı artandan sonra bir nəfərə düşən kirayə pulu neçə manat oldu? Siz bilirsiniz evdə neçə nəfər qalır? Bilən var? Xeyr. X yazırıq, sonra da X plus 1 yazırıq, bir nəfər artır deyə. Bəli. Nəfəri deyirəm X-dir. Əvvəl bir nəfərə düşən kirayə pulu 240 bölünsün X deyildimi? Hı? Bəli. Bəli. Sonra deyir ki, bir nəfər artdı. Bir nəfər artanda 240'ı nəyə bölməliyəm? X üstəgəl 1'ə. Düzdür? Bəli. Və deyir, Yəni, ödəyəcək kirayə pulu 20% azalar. Yəni bu 100%dirsə, bu birisi neçə faiz olmalıdır? 80. Aydındır? Bəli. İndi çarpaz vuraq. Bunu buradan yazacağım uşaqlar. 240 bölü X vur 80 bərabərdir 240 böl X üstəgəl 1 vurulsun 100. 240 ilə 80 aparam. Bura 3. Sonra 240 ilə gəlin 100 aparaq 20'yə. Bura 12 düşsün. Bura 5. Sonra belə qalacaq. 12 bölü X bərabərdir 15 bölünsün X üstəgəl 1. 15X bərabərdir 12X üstəgəl 12.
3x bərabərdir 12, x 4-dür. Yaxşı, da get. Məndən bunu istəyir. Uşaqlar, səsimiz açıq qalıb. 240-ı da 5-ə böləndə cavab eləyəcək 40 neçə eləyir? 240-ı 5-ə böləndə. 48. 48. Görün necə Səkkiz. gözəl məsələdir. Yaxşı. İndi prosto bir məsələ var. İndi mən bunu sildim. Sizə nətər atacağım. Qabaqları silindi. Nəysə, bir şey fikirləşərik. Bunu saxlayaq, ardın bir yerlərə yazarıq. Mənim imtahan 2 variant olacaq. 3 variant. Vallahi yalan deyərəm. Hələ tərtib eləməmişəm. Hələ birazdan başlayacağım tərtib eləməyə. Keçək 10-cu sinifə. Bu o demək deyil ha, 10-cu sinif olanlar 9-a düşmür, 9 olanlar 10-a düşmür. Prosto bu keçən il yox, ondan qabaqçı ilin aylıq imtahanlarıdır. Yəni istəsəm buradan da sual götürüb atıb 9-lara yazdıra bilərəm və ya 9-lardan 10-lara. Ona görə həm qulaq as. 11-in mötərizə xəritini çıxardırıq burada. Bəli, 3 vur 11-in kvadratı budur. Bu da 4 vur 11-in kvadratıdır. On birin kvadratını çıxardıram. Yerdə qalır 3-ün kvadratı, üstəcə 4-ün kvadratı. 3-ün kvadratı nədir? 9. Bu da 16. Toplayanda 25, yəni 5-in kvadratı. Düzdür? Natural bölənlərin sayını tapanda qüvvətlərin üstünə bir gəlib hasil tapırdıq. Şu, başa düşdünüz? Bəli. İkincidə. Bundan bayaq dedik. 32 idi cavab. Düzdür? Bəli. Baxırıq ikinciyə. 12 vur 5'dir. Yazacağım 2 üstü k plus 1. Vurulsun 5 üstü k plus 1. Düzdür? Bir de 5 üstü 2 var. Vuranda üstler toplanır. K plus 1'in üstüne 2 gələndə k plus 3. İndi baxın. Sadə bölən müxtəlif sadə vuruqdur. 2 dənə müxtəlif sadə vuruğum var. Yəni k neçədir? 2. Gətirib bu k'ların yerinə 2 qoysam, olacaq belə. Müsbətdən bölən elə natural böləndir. Natural böləni də sayını tapanda bunların üstünə bir gəlib hasil tapıram. Aydındır. K 2-yə bərabər olandan sonra bir dənə təzədən deyə bilərsiniz. K'nın yerinə 2 qoyursan, alırsan bunları. Sonra da qüvvətlərin üstünə bir gəlib hasil tapırsan. Mən bu sualların həlləri ilə də atarsınız qrupa. O bayaqçı silindi. İnşallah bu silinməsi atacağım. Ha, niyə 2 Baxın oldu da. ki mənim? Deyir ki, sadə bölən sayı K'dır. Sadə böləndə 2 dənə daxı, 2 ilə 5. Ha, bildim. Sonra bunu bayaq dedik də məncə. Düzdür? Bəli dediniz. Bunu da bayaq 5'i dedik. dedik. 6'ını da 6'ını da demişdik. dedik. 7'ni də dedik. İndi baxın 8-ə. Və ona görə deyirəm ki, suallara diqqət eləyin. Məsələn, sabah da elə olacaq. 9-dan onların imtahanı ayrı olacaq. 8-9-da eyni olur heç. 9-dan onların ayrı olacaq. Amma içlərində eyni suallar olacaq. 1-dən 4-də 1-i çıxanda 4-də 5, 1-dən 5-də 1-i çıxanda 5-də 4, 1-dən 6-da 1-i çıxanda 6-da 5. Getdik, Beş. getdik. 1-dən 30-da 1-i çıxanda 30-da 29. Düzdür? Bəli, birincisi 4-də 3 alınmır. Hə, 4-də 3, sorry, çox sorry. 4-lər gedir, 5-lər gedir. Bundan sonra 7-də 6-dır, bunu yeyəcək. 30-da 29-dan da əvvəl 29-da 28-dir, bunu yeyəcək. 30-da 3, 10-da 1. Razıyıq? İndi B-yə baxaq. B-də birinci kəsr sayını tapıram. 25-dən 5-i çıxıram. 20. Sonra da aradakı fərq 2-dir. Bölürəm 2-yə. 20-ni də 2-yə böləndə neçə aldım? 10 dənə kəsrim var. Məxrəcdə birincini vuracam sonuncuya. Sürətdəki ədəddə kəsr sayını. 25-də 12. İndi A ilə B-nin cəmi. 10-da 1, üstəcə 25-də 12.
Ortaq məxrəcim 50-dir. Bunu 5-ə vururam, bunu isə 2-yə. 5, 24. 50-də 29. Əslində fikir versəz, bayaq 9-larda da buna oxşar sual var idi. Onlarda bir tık çətindir. Da nə qədər tıkdır onu bilmirəm. Biraz tıkı çox olub. 40 qram neçə faizlidir? Bu da bayaq var idi. Doğrudan. Bəli, bəli, Yox, bu bəli. değildi. Bu değildi. Buydu mənim. 48 x 24 24. buydu. Ha, onda heç nə. Qabaq-qabağa vurasınız. Oy. Görün nə gözəl misal salmışam. Ya Allah, başlayaq oxumağa. 80 qram 50 faizli nə deməkdir? Saysar Ali Fazıl. 80-in 50 faizi nədir? 40. Bəli. Yəni 40. Bəs 70 qram 30 faizi nə deməkdir? 70-in 30 faizi. 70-in 30 faizi duzdur. 21. Burada bir problem yoxdur. Xeyr. Deyir 5də 1 hissəsini götürürəm, vururam 5də 1-ə. Neçə eləyir? 8. Bu birində 7də 3-ünü götürüb. 9. Bu da 9. İndi qarışdırıramsa yuxarıda maddələrdir. Maddə, aşağıda məhlullardır. Bir də vur 100'üm var. Maddə burada 8'dir, burada 9. Toplayanda neçədir? 17. 17. Məhlulu necə tapasınız? Məhlul 80 idi, 5də 1'ini götürürəm. 80'in 5də 1'i. 16. 16. Bu birində də 70'in 7də 3'ü. 30. Vurulsun 100. 17 bölünsün 46 vurulsun 100. 50, 23. 8500 bölünsün 23. O da olacaq 36 tam 23'də 23. İndi əsas müəllimə sabah 9'lara belə şey salarsız, salmaram. Onlara da qalıb insafma. Bunu hazırlayanda nəsə şey vaxtıma düşmüşdü. Amir təzə doğulmuşdu. Əsəbimlə oynayırdım. Mən də əsəbi suallar saldım. Bundan da var idi. Keçək buna. Bunu buna vururam. A kvadrat üstəgəl 5A, üstəgəl 4A, üstəgəl 20. 20. A kvadrat üstəgəl 9A, üstəgəl 20. Şimdi tək-tək aya bölürəm. Olacaq A üstəgəl 9, üstəgəl 20 bölə. İndi A olmalıdır 20'nin bölündüyü ədədlər. Razısınız? Bəli. 20'nin bölündüyü ədədlər 1'dir, 2'dir, 4'dür, 5'dir, 10'dur, 20'dir. Neçə dənə ədədimiz var? 6. Şu. Aydındır. Və bundan salarım. Bunu sevirəm bu misalları. Eynisin yox ha. 13'dən nə qayırırdıq? Alt-alta toplayacaq. Əminsən? Toplayanda heç nə vermir axı. Nəysə eləməlisən. Toplayıb Ortaq birə məxrəcini vurmalısan. Nəyi vurum 2'yə? Birincini. Bəli, birincini 2'yə vurmalısınız. 2'yə vuranda olacaq 6'da 2, üstəgəl 9'da 2, üstəgəl 15'də 8. Bərabərdir 2K. İndi bax toplaya bilərsiniz. 6'da 6 1, 9'da 9 1, 15'də 15 1. Buradan da x'i tapanda 3 çıxısın 2K. Yəni B variantı. Başa düşdük? Bəli. Mənə bir də izah edə bilərsiniz. Başa düşmədim. Bax, burada məqsəd tam ədədə gətirməkdir. Sən altda 1 ilə altda 4'ü toplasan tam vermir. Altda 5 eləyir. 6'da 6 olsun deyə bunların hamısını 2'yə vurdum. Bunların hamısını 2'yə vurdum, yazdım bura. Sonra da alt-alta topladım. Alt-alta toplayanda hamısı 1 elədi. O da 3 bərabərdir 2K plus x. Oradan da x'i tapdıq. 3 çıxısın 2K. Məqsəd Bildim mən bunu. naturala gətirməkdir. 14'ün yolu nədir? 48'i sadə bölənlərine ayırırıq. Sadə vuruqlar. Bəli.
Deməli 2 üstü 4 4, 3 üstü 1. üstü 1. İndi ixtisar olunan olunmayan hansıdır üstündən tapırdınız? Eskisi. 2 ilə 3. 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1. 48 vur 2-də 1, bu da 3-də 2. 48-i böləcəm 3-ə, alacam 16. Bu olunmayandır. Bir Olmanı çıxacaq. tapanda 48-dən 16-nı çıxıb 1 çıxırıq. 31 dənə. Aydındır? Bəli. Sonra 15. Əçobə bunu demişik. 16. Bunu da demişik. 17. Bunu da demişik. 18. A neçə K'dır? A 7K, B 5K, C də 3K. 49 çıx İndi 25, ondan da çıxırıq 9, bərabər bəli, bunun 60. kvadratı 49K kvadratı, bunun kvadratı 25K kvadratı, 25 bu da 9 9K K kvadratı. kvadratı. K kvadrat. İndi bura neçə eləyir? 15K kvadrat. Onda K kvadrat 4. K'nı neçə alıram? 2. Ona 2. A 7K'ydı 14, B 5K'ydı 10, C də 6. 14, 10 və 6-nı toplayacağım. 30. Tutdunuz? Bəli. Bunu demişdik. Bunu da demişdik. 21'i bilirsiniz. Deyin gəlsin. 18-də 1. 18'e 1, Bir dəqiqəyə 18, 54-də 1, 18-də 1. ikinci 108-də 1. 54'də 1. 54-də Boşaldıramsa çıxıram. 2, Sıx 108-də 1. 1'de 1. Ortaq məxrəc 108'dir. Bunu 6'ya, bunu 2'ye, bunu da 1'e vuracağım. 108'də 7. İndi dəqiqəyə çevirəndə tərsini tapırdım. 7'də 108. Və sizə Bəli. deyir ki, 10'da 7 hissəsini tap. 108 bölünsün 10, cavab olacaq 10,8. Aydındır? Bəli. Bəli. 22'ni demişik. 23'də nə edirsiniz? Ayırırıq Vurğuları. Ayırırıq. İkisini də Vurğuları ayırırıq. O ikisinin də FKS-sini tapacağım da, düzdür? Ona görə ayırmalıyım. Burada olacaq 2 üstü 1, 3 üstü 1, 5 üstü 2. 150 vurulsun. 1 çıx 2-də 1. 1 çıx 3-də 1. 1 çıx 5-də 1. 150 vur 2-də 1. Vur 3-də 2. Vur 5-də 4. Deməli, 15-i 2-yə vuranda 30. Bundan gedəndə 5. 5 vur, 2 vur, 4. Bu oldu 40. Amma bu ixtisar olunmayandı. Onların tapanda 150-dən 40 çıxıram, bir dənə də 1. 109. Razısınız? Bəli. İndi keçdik 90'a. 2 üstü 1, 3 üstü 2, 5 üstü 1. 90 vur. 1'dən 2-də 1'i çıxıram, 2-də 1. 1'dən 3-də 1'i çıxıram, 3-də 2. 1'dən 5-də 1'i çıxıram, 5-də 4. 5-də 1. 15 edir. 90'dan gedəndə 6. 6'nı da 4'ə vuranda 24. İndi deyir bu bundan 6'nı 4'ə vuranda 24. 90-dan 24 çıxırıq, ondan da 1 çıxırıq. Yo. İxtisar olunmayan deyir burada. Bu qalır. Olunan deyəndə ümumdən 24 çıxırsan, bir dənə də 1. Olunmayan deyirsə SKS-yə cavabdır. İndi deyir bu bundan nə qədər çoxdur? 109'dan 24 çıxacaq. 85. Düzdür? Bəli. 24'ü hardan aldıq orada? 6'ını 4'ə. Bu 4, bu da 6. Bunu demişdim bir dəfə dərsdə. Siz mənə kömək eləyin. A-da neçə oğlan, neçə qız var? A'da 10 oğlan, 6 qız var. B-də, 8 B'də oğlan var, 8 oğlan, 2 qız var. 2 qız. C-də. C'də 4 oğlan, 10 qız. 10 kız. Obşu toplayıram, 40 nəfər var. Düzdür? Bəli. Deyir ki, M, bir də N, bir də K. Deyir uyğun olaraq M
A'dakı oğlanlar 10-dur. Ümumiyə faiz nisbətdir. Yəni onu 40-a bölüb vurmalıyam 100-ə. O dedir 25%. İkincidə N B'dəki oğlanların, yəni 8-in ümumiyə faiz nisbətidir. 100-ü 5-ə böləndə 20. K isə C'dəki oğlanların, yəni 4-ün 40-a. O dedir 10%. İndi bizdən istəyir M üstəgəl N çıx K-nı. 25 üstəgəl 20 çıxsın 10. 35. 35%. 35. Bir sırayla tapmaz. Məsələn, sabah bunu tutaq saldım. Bunu yazırsansa, sana 3'də 1 bal verirəm. Bunu yazırsansa, sənə 3'də 2 bal verirəm. Bunu da tamamlayırsansa tam bal. Yəni buna üçlü meyal ayıracam. 300 bal verəcəm. Birinci yazdın. Cədvəldən tapdın barqrafdan. 3'də 1 bal. Faizləri tapdınsa 3'də 2 bal. Axırda da dediyin elədinsə tam bal. Orada Yəni 40 ətraflarda deriz. ne hansını? Mən 40. 40'ı bunların hamısını toplamaqla. Bə. 25. Oxuyun görə nə deyir? K ilə N'in cəmini. K neçədir? 120. 120. N neçədir? 280. 400. 120 üstəcək 280. Neçə edir? 400. Bəs M-dən F-in cəmi? 500. İndi mənə nə deyir? Deyir ki, K ilə N cəmini neçə faiz artırmaq lazımdır ki, M ilə F cəminin 90%-nə bərabər olsun. M ilə F 500 idi. 500-ün neçə faizini tapıram? 90. 90. Eləyir 450. İndi bax, 400 mənim üçün 100%-dir. 450-yə də qarşına qoyuram X. Çarpaz. Bunlar gedir. 4x bərabərdir 450. X alıram. 450-ni 4'ə bölün. 112,5 eləyir. Yoxsa yox? Məncə belə eləyir. Bəli, mən vereyim. Bəli, mənə indi 112,5. İndi bundan da 100'ü çıxacam. Deməli 12,5% artırmaq lazımdır. Aydındır? Bəli. Bəli, mən. İndi nə edirsiniz? Gedirsiniz bu PDF-də yazamadıqlarınıza bir də baxırsınız. Bunu önce kaydı eləyə bilirəm. Bunu indi atacam. O cürüm indi vaxt vereyim, o birində tez yazım üstünə atım. Bir də sizə axşama doğru yenə sınaq atacam. Ümumi, üçü bir yerdə. Yaxşı mən. Onu da işləyirsiniz, qəşəngdə qaydaları oxuyursunuz. Ha, qaydalarda səhv istəmirəm. Misalı səhv eləmək başqa məsələ. Başa düşməmsən, səhv eləmirsən. Qaydanı səhv eləmək biabırsılıqdır. Deməli oxumamısan. Yaxşı? Bəli, İndi mən. birazdan tez, nə qədər tez ata bilsəm PDF-i tez atacam. Kayıtda durduraq. İnşallah bayaqkının kaydı qalıb.